Qədim zamanlarda insanlar bilmirdi ki, günəşdən, dənizdən, küləkdən, bir sözlə təbiətdən yaşayış üçün enerji almaq olar. Və hər şey insanlığa xidmət edir. Microsoft şirkəti autizm sindromlu insanları işlə təmin edir. Buna səbəb isə autizm sindromlu insanların tənbəl olmasıdır. Bu tip insanlar onlara tapşırılan işləri daha dəqiq və vaxtından tez yerinə yetirdiyi üçün zaman baxımından şirkət üçün daha əlverişlidir. Ekranda gördüyünüz bu autizm sindromlu gəncin adı Tahirdir. Günün istənilən vaxtı siz ondan saatı soruşsanız, o sizə dəqiqliyi ilə cavab verəcək. Görülmə sıxlığına görə hər 88 uşaqdan birində autizmin əlamətləri görülməkdədir. Oğlan uşaqları qız uşaqlarına nisbətən 4 dəfə daha çoxdur. Məsələn, hər 54 doğulan oğlan uşağından biri, 252 qız uşağından birində autizmin əlamətləri görülür. Bəlkə də ana təbiət ona görə oğlan uşaqlarını autizm yaratmaqla məşğuldur ki, bununla da bizə bir mesaj göndərmiş olsun ki, siz yaşamağa gəlmisiniz, yarışmağa yox.